Başladıq. İlk beşlikdə səhv var. Uşaqlar, ilk beşlikdə səhv var. Getdik. Onluqda 6. Qızım, biraz qaldır. Fikriniz burada olsun uşaqlar. Saxla. Saxla. Qulaq asın. Sual əvəzli idi. Sual əvəzli idi. Sual əvəzli idi. Və biz təbii ki, bura nə yazmalıyıq? Yenə sual əvəzliyi yazmalıyıq. Bu variantların birində bir dənə sual əvəzliyi var. Hə, uşaqlar, məqam buradadır və gəlin mən sizə bir şey izah edeyim. Bu məsələ çox vacib bir məsələdir. Siz qulaq asın mənə, testləri, telefonları hər nə qoyun, diqqətlə qulaq asın. Siz cümlənin məqsəd və intonasiyaya görə növlərini keçəcəksiniz. Nə deməkdir bu? Biz evdə danışanda, cümlə quranda ayrı-ayrı məqsədlərlə qururuq da, eyni məqsədlə qurmuruq. 4 məqsəd və intonasiya var. Dəsə 4 məqsəd var və məqsədə uyğunda biz intonasiya seçirik, deyiliş tərzi seçirik, loru dildə desək. Sən sual verəndə o cümləni dediyin tərzlə, əmr verəndə dediyin tərz eyni deyil də, deyiliş, səs tonu, ifadələr eyni tərzdə deyilmir. Yəni intonasiya eyni deyil. Məqsəd nədirsə, ona uyğunda intonasiya seçirsiniz. Məsələn, tutaq ki, toya gedirsiniz. Toyda siz əgər rəqqasəsinizsə, başqa bir paltar geyinəcəksiniz. Bəysinizsə, tamam başqa bir paltar geyinəcəksiniz. Gəlinsizsə, tamam başqa bir paltar geyinəcəksiniz. Afisiyantsızsa, tamam başqa bir paltar geyinəcəksiniz. Yəni, sənin o toya giriş məqsədin nədirsə, ona uyğunda geyim seçəcəksən, görüntü seçəcəksən. Dildə də belədir. Məqsədin nədirsə, ona uyğun da, o tərzdə də intonasiyası, loru diləsə deyiliş seçəcəksən. Və cümlənin məqsəd və intonasiyaya görə növlərindən biri də sual cümləsidir. Sual cümləsi. Sual cümləsi nədir? Ya cavab almaq məqsədi ilə, ümumiyyətlə cavab almaq məqsədi ilə verilir, ya bilmədiyin bir şeyi öyrənmək üçün, ya da bildiyin bir şeyi dəqiqləşdirmək üçün. Məsələn, deyirəm ki, İsmail, saat neçədir? Bilmirəm, o saata baxacaq, deyəcək, məsələn, 11-dir. Bir də deyirəm ki, bu Asifdir, mən bilirəm, amma dəqiqləşdirmək istəyirəm. Məsələn, bugün toy bu gün idi, məsələn, bilirəm bu gündür, amma dəqiqləşdirmək istəyirəm. İndi qulaq asın. Biz sual cümləsini 3 yolla yarada bilərik. Mən nəyə görə bunu xüsusi vurğulayıram? Ola bilərdi ki, siz burada sual söhbətini tapasınız. 3 dənə yerdə sual işarəsi olaydı. Sözümün canı nədir? 3 dənə variantda sual işarəsi olaydı. Deyər ki, ay müəllim, bu nə tar oldu axı? Bu da sual, bu da sual, bu da sual. Mən sual axtarıram, bir dənə deyil, 3 dənədir. Məsələ ondadır ki, bunu diqqətlə qulaq asın. Məsələ ondadır ki, sual cümləsini, ki o sual cümləsi olacaqdır, üçü də 3 yolla yaratmaq olar. 1. Heç nəsiz, sadəcə intonasiya ilə. Məsələn, bir dənə bu cümlənin deyiliş fərqinə baxın. Hamımız Lənkəranlıyıq da, Lənkəranların biraz uzatmaq xasiyyəti var da sual verəndə. Məsələn, deyirəm, Asif gəlir. Bu nəqli cümlədir. Normal bir cümlədə xəbər verirəm, Asif gəlir. Cümləni biraz uzadırıq, Asif gəlir. Oldu sual cümləsi. Sadəcə deyilişi dəyişməklə heç bir nə sual əvəzliyindən istifadə elədim, nə sual ədatından istifadə elədim. Yaratdım nə? Sual cümləsi. Hə, sual ədatı da var. Mən sizə məsləhət görərdim. Gedərsiniz sual əvəzliyini oxuyanda bir sual ədatını da oxuyasınız. Elə harada sual gördünüz, o demək deyil, o əvəzliyin hesabına yaranıb. Məsələn, evdə yemək bişirirsiniz də, müxtəlif yağlar var. Bir yeməyi 3 yağın 3-ü ilə də bişirmək olar. Bu da belə. Sual cümləsini 3 yolla yaratmaq olar. Burada sual əvəzliyi ilə yaranıb, ola bilərdi, sual ədatı ilə yaranardı. Məsələn, Rahidə dərsə gəlibmi? Mi sual ədatıdır. Bəs oxumursuz? Sual ədatıdır. Məyər sənə deməmişəm? Məgər sual ədatıdır. Yəni ki, sual cümləsini yaratmaq üçün sağlam ol. Həm sual əvəzliyindən, həm sual ədatından, həm də sadəcə və sadəcə intonasiyadan istifadə eləmək olar. Bir də belə bir ifadə var, bu bəzi kitablarda heç yazılmır. Kompleks sual cümləsi. Kompleks nə deməkdir? Hamısı var. Sual ədatı da var, sual əvəzliyi də var. Avtomatik bunlar varsa deyiliş olduğu üçün intonasiyada da var. Məsələn, bəs kim gələcək? Bəs sual ədatı, kim sual əvəzliyi? Bunların ikisi varsa deyiliş var, deməli intonasiyada var.
Başa düşdünüz? Yəni səni birdən burada çaşdıracaq. Məsələn, A variantına yazacaq ki, rübaba gedəcəkmi? Sual. Görsən, elə budur da, hamısında xeyr, bu deyil. Çünki buradakı mədatdır. Biz sual əvəzliyi ilə qurulan bir cümlə axtarırıq. Bunu əslində mən cümlənin məqsəd və intonasiyaya görə növlərində deməli idim. Amma düşünürəm ki, burada ehtiyac var, sizi çaşdıra bilərlər. Sonra belə bir şeyi testə salır, yazır ki, sual əvəzliyinin hesabına yaranmış sual cümləsini tap. Sual əvəzliyinin hesabına. Onda sual ədatını götürməyəcəksən, sadəcə intonasiya ilə qurulanları götürməyəcəksən. Başa düşdünüz bunu? Bu aydındır. Yəni, burada sizə hörmət eləyib, bir dənə variantda verib sual əvəzliyi. Bir dənə də sizə bir şey deyim. Ola bilər ki, cümlədə sual əvəzliyi olar, amma sual verməz. Yəni, cavab istəməz. Birincisi, bu ədəbiyyatda var, bədii sual. Cavab almaq məqsədi ilə verilmir. Onu götürə bilərsiniz. Ondan işimiz yoxdur. Amma görürsən, bu cümlədəki söz sual əvəzliyidir. Amma sual işarəsi qoya bilmirsən. Çünki cavab istəmir. Məsələn, bir dənə bu ikisini müqayisə eləyin. Məsələn, sual verirəm ki, kim bugün gəlməyib? Kim bugün dərsdə yoxdur? Cavab istəyirəm də, sən mənə cavab verəcəksən ki, məsələn, amin yoxdur, 1. Başqa kim yoxdur? Qalan hamı buradadır. Görürsən, cavab istəyirəm. Sən mənə deyəcəksən amin. Bir də bu cümləyə baxın, burada da kim var, amma cavab verə bilmirsən. Kim bu imtihanda aşağı nəticə göstərsə, onu çırpacam. Bu kimə cavab verə bilərsən? Kim dərsini oxusa, ona mükafat verəcəm. Bu kimə cavab verə bilərsən? Yox. Kim oxumasa, günah onun özündədir. Bu kimə nə cavab verəcəksən? Yəni, sual əvəzliyi orada var. Biz tabeli mürəkkəb cümləni keçəndə deyəcəyik də, sual funksiyasını itirən sual əvəzlikləri. O oranın mövzusudur, amma indidən deyirəm, bəzən cümlədə sual əvəzliyi olur, amma sual mənası ifadə eləmir, amma o yenə də sual əvəzliyidir. Yəni, hansı cümlədə sual əvəzliyi işlənib, ancaq sual işarəsi axtarmayın da, bəlkə bunlardandır, sual funksiyasını itirən sual əvəzliyidir. Mən bunu mövzu izahında ona görə demədim ki, bu biraz dərin məsələlərdir. Siz o səhti məsələləri əvvəl öyrənin, kitabdakı o sadə məsələləri öyrənin, bu artıq dərin məsələdir. Bunu test üzərində məqam düşər, danışaram. Aydındır bu söhbət? Bu da aydındır, bu sadə bir şeydir. Keçdik, onluqda başqa səhv. 5 onluqda, bayaq deyərdim də, qayıt da la, qayıt. Fikri burada deyil. 5 dedim. Dedin, bağışla gəlin. Qulaq as, deyir, hansı əvəzlik deyil. Mən sizə demədim ki... Yox, gözlə. Mən sənə demədim ki, hərdən sözüdür, hərə sözüdür. Çaşıb buradakı əni, dandəni çıxışdıq götürməyəsən. Özdə dedim, dadə artırın, hərdə sözü yoxdur. Bax, hər əvəzlikdir. Biz ona dandan, sən onda zərfi yaxşı oxumamısan da, düzəltmə zərflərdə hərdən sözü var. Yox, hərə əvəzliyi var. Hərə bir söz deyir. Hərdən başqadır da. Hərə deyə bir əvəzliyi var. Hər deyə də bir əvəzliyi var. Sən bunu hallandıra bilirsən də. Hərədən 1 manat aldım, hərəyə 1 manat verdim. Hərədə kitab var. Hərəyə getmək var. Hərəyə getmək nədir? Hərəyə getmək nədir? Hərəyə 1 manat verdim, olar. Belə bir şey olar. Hərəyə getmək olar. O elçilikdir, qatdın, qarışdırdın. Aman salamatçılıqdır, sən yaxşı şeylər danışmırsan. Ver, başa düşdün bunu. Başa düşdün. Əla, uşaq utandı, başını saldı aşağı. 7, 8. 7. Hansı cümlədə qeyri-mənasız, uşaqlarım, əvəzli məna növlərini əzbərləyin. Burada mən sizə bir kömək eləyə bilməyəcəm. Bilirəm, kitaba baxa-baxa yazın. Kitaba bax. Etiraf eləyin, kitaba baxmayın. Tapa bilmirəm. Qulaq as ilə. Nə vurmusan, məsələn? D vurmusan. Mən sənə deməmişdim ki, hərdən sonra ismin sualına cavab verən söz gələndə o təyin əvəzliyi olur. Bu da ala. Heç kəs, hər kəs var idi, heç kəs də onun bir əmsi oğlu. Bir tanışıdır da. Başa düşdün? O birisi nəyi izah edin? Bu sual əvəzliyidir. Həmin, elə-belə həmin işarə əvəzliyidir. Onlar şəxs əvəzliyidir. Hər insan, hansı insan təyini əvəzliyidir. Öz, hər, bütün filan eyni, öz də var, bütün var, təyini əvəzlikdir. Sən elə variantları çıxsaydın, hazır idi. O birisi məna növlərini heç olmasa əzbərlə ilə ki, başa düşürəm, qeyri-mənə biraz çoxdur. Demirəm, onu qeyri-mənə öyrənməyin.
Heç qarışıq zad yazmayıblar. Götürürsən bir dənə rəngli flomaster, nümunələrin altına xətt çəkirsən. Qeyri-müəyyən nümunə əzbərlə yenə. Sən nəyi qarışdıra bilərsən? Bir dənə ola bilsin, həri qarışdırasan ki, təyini əvəzlikdə də var, qeyri-müəyyəndə də var. O da demişəm, hər şey, nə, kim, kəs, hər şey, hər nə, hər kəs, hər kim. Bu 4 dənə gəlsə, qeyri-müəyyən əvəzlikdir. Hərdən sonra ismin sualına cavab verən söz gəlsə və təyin edici funksiya yerinə etsə, məsələn, hər telefon yaxşı işləmir. Nə telefon? Hansı telefon? Hər telefon. Təyinidir. Hərdən sonra zaman bildirən söz gəlsə və onlar bütöv bir suala cavab versə, məsələn, tutam ki, Asif deyir ki, hər gün dərs oxuyuram. Biz deyə bilmərik ki, gün dərs oxuyuram. Biz hər günə bir sual veririk. Məsələn, Əli deyir ki, hər saniyə onu düşünürəm. Yəni imtahanı. Hə. Nə vaxt? Hər saniyə. Mən deyə bilmərəm ki, saniyə düşünürəm. Mən saniyəni düşünmürəm, bax, mən imtahan düşünürəm. Bu hər gün, hər saniyə, hər dəqiqə, hər an, hər vaxt. Bu, məsələn, Əli deyir ki, hər vaxt məni narahat edə bilərsiniz. Biz deyə bilmərik ki, vaxt məni narahat edə bilərsiniz. Hər vaxt bütöv bir suala cavab verdiyi üçün bu olur bir yerdə zaman zərfi. Aydındır? Biraz qaldır qızım. Gəl sayaq. Gəl sayaq. Deyir, o qış gecəsində bütün daxmalarda hamı oğlanın həzbini təkrar eləyirdi. Sən deyə bilərsən kim qış gecəsində? O qış gecəsi. İşarə, bütün, öz hər bütün təyini, hamı qeyri-müəyyən və salam da. Hə? Deməli, Fidan qış gecəsində bütün daxmalarda hamı oğlanın həzbini təkrar. Biz o deyəndə ya insanı, ya da cansız heyvan bir şey fikirləşməliyik. Axı, sən onu bərpa eləyə bilmirsən ora. O olub ki, onu sən əvəzləmirsən də. Sonra 9-10. 10 səhvdir, sonra 11. Elə ki, 11-i də görək də bir dəfəli eləyək. Qaldır, qaldır qızım. Hə, bir şey, əla. Deməli, hansı cümlədə işarə əvəzliyi sifəti əvəz eləyib? Belə təhsil ocaqlarının sayını artırmaq lazımdır. Məsələn, təmirli təhsil ocaqlarının sayını artırmaq lazımdır. Görürsən, belə təhsil ocaqlarına aid olduğu üçün işarədir. Biri budur. Sən sualları belə hazırlamalısan. Hazırlamaq feilə aid olanda sifəti yox, zərfi əvəz eləyir. Ona görə ikiləri çıxırıq. Elə baxırsan, yenə feilə aiddir. Ümumiyyətlə, bu haqda danışmırıq. Elə yazılara əla qiymətləndirmək olar. Məsələn, səliqəli yazıları əla qiymətləndirmək olar. Cavab oldu 1 ilə 4 C variantı. Sonra deyir burada say ilə nədən necə nədir? Bunu şifaya heç vaxt yazmayın. Yazın, şəxs, işarə, plusluya gedin. Axırda toplayın. Getdik. Məni qanadımın üstünə götür. Mən şəxsdir. Ahunu gördüyüm o yerə, hansı yerə işarədir? Burada yoxdur. Ahunu otordan yenə işarədir. Bütün təyinidir. Bu qarışdırılan bir şey deyil. Bu işarədir. Onlar da şəxsdir. Bəlkə onları görməmisiniz. Sizin xasiyyətiniz də cümlənin axırında oxumamaq. C vurmuşdun. 3 dənə şəxsdir. Məndir, yox, niyə? Mənə bax, məndir şəxs əvəzliyi, bir də onlardır. 4 dənə niyə ki? Onlar işarədir. Mənlə onlar şəxsdir. O birisi hanı ki? 2 şəxs, 2 işarə, bir dənə təyini. Başa düşdünüz? Bir götürməyib bəyəm. Vəssalamdır. Sizin burada bir dənə probleminiz var. Ya ola bilər sizin xasiyyətiniz də cümləni axıra kimi oxumursunuz, onları görməmisiniz. Ya da ki siz bu onları götürmüsünüz şəxs. Bu testin çaşdırıcı yeri buradır. Başqa bir şey yoxdur burada. Sonra 12. Düşürt qızım. Hə. Yenə sayırıq. Siz cümlənin içində əvəzliyi tapa bilmişsiniz ha. Problem deyil. Deyirəm ki, uzaq yollarda burada heç nə yoxdur. Bir insanın yolunda bulaq olaydım, burada da heç yoxdur. Bütün təyin əvəzlikdə əzbərləyin, öz, hər, bütün filan eyni. Bu dünya, mən də var, şəxs, işarə şəxs. Hər qəminə, bu hərdən sonra şey, kəs, kim, nə gəlsəydi, deyərdim ki, qeyri-müəyyəndir. Axı bu təyinidir. Bunu təyini götürsünüz. Heç nə. Sayın da, mən indi daha bir saymadım. Nə oldusa odur. Yaxşı. Başa düşdün. Sonra keç beni. Qaldır yuxarı. Hə, bu 16-17-ni yəqin ki, səhv eləmişsiniz. 13-14-də varsa? Hə? Baxın, 13-14. 13-də. Təyini əvəzli istəyir. Nə vurmuşsan qızım? Yabırçı bir şey çıxacaq. Hə? De. B variantı.
Abala bunu əzbərləyin də. 14 varsa. Bəli, 14 tane. 14-də biraz hə. Qeyri-müəyyən əvəzlik nə vurmusan? Bu demirik kimi gəlir, kimi gedir, kimi aldadırsan. Məsələn, bəzilərimiz testi yazmırsın, bəhanə göstərsin, yatmışdım, yəni işıq sönmüşdü, durursan, ayaqda sən kimi aldadırsan, dolamısınız bizi. Sual əvəzliyidir də, kimi aldadırsan. İndi burada sual işarəsinin olmamağı 3 nöqtə var, hələ ola bilsin ki, başqa sözlər də desin. Hə? Qeyri-müəyyən əvəzliyi axtarırıq. Gəlirəm indi. Bu hər təyinidir, kim sualdır, neçə sualdır. Biri yol gedir bizdən qabaqda. Yəni kimsə, siz bunu götürüb say götürürsünüz, çaşıb. Hə, bunu say götürürsünüz, amma qeyri-müəyyən əvəzlikdir. Mən həmişə demişəm, bəzilərimizədir bu sözüm. Allah heç bir atanı, heç bir ananı belə bir övladla sınağa çəkməsin. Amin inşallah. 17. Uşaqlar, 17-ni səhv eləyən 18-i də səhv eləməlidir. Əgər siz ikisini də düz yazırsınızsa, bu əladır. Yox, birini səhv, birini düz yazırsınız. Afərin. Uşaqlar, biraz qaldır qızım. Qoy bu bütün variantlar görünsün. Ay sağ ol. Qaldır, qaldır, qaldır. Ay sağ ol. Yox, qulaq as yenə. Asif, mən sənə deyirəm ki, get o birisi otağa. Qırmızı pencəyi gətir. Sən getsən, görsən, orada qırmızı sumka var. Çünki qırmızı demişdilər də. Götürürsən sumkanı, gəlirsən müəllim tapdım qırmızı, deyirəm, pencək. Sənə demirik, bu hissəni sən ümumiyyətlə, sizdə bilmirəm bu nə xasiyyətdir. Gah cümlənin axırını oxumursunuz, gah əvvəlini oxumursunuz. Mən bilmirəm sizə nə ilə kömək eləyim. Bu əvəz, siz neynəmsiniz? Siz buranı boş vermişsiniz. Siz əvəzliyin məna növünə görə ardıcılıqla yazmışsınız. Bu deyir ki, hansının ki üstündə hal şəkilçisi var, məsələn, hansı vicdanla, hansı şərəflə siz özü götürmüşsünüz. Bu, bir dənə ü var. Bu mənsubiyyət olacaq da birinci, sonra hal gələcək. Təyinini götürə bilməzsiniz. Gələ, sual əvəzliyi götürmüşsünüz. Hanı onun üstündə halı? Var. Deməli, həmin elə təyini ilə şey çıxsaydı, sualı çıxsaydı, cavab qalırdı deyəsən, hə? Eyni problem, qaldır qızım yuxarı. Bu sualın mahiyyəti, o birisi suala keç. 18'e. Eyni şeydir. 18. Bax, eyni şeydir. Bax. Qulaq as. Kim? Yenə bu kimi götürmüşsünüz. Yenə bu həri götürmüşsünüz. Axı sənə dili ilə deyir, hal şəkilçili əvəzlikləri sıralagilə. Hal şəkilçili. Niyə tapmaq olmur? Bunun üstündə hal şəkilçisi var. Yox. Sualdır. Deməli, sual sənin ardıcılığında ola bilməz də, çünki üstündə hal şəkilçisi yoxdur. Sualları çıx. Sual neçənci rəqəmdədir? 5. 5 olan variantları çıxdın. Bu getdi, bu getdi. Kim? Onu dedim. Hər. Təyin əvəzlikdir. Üstündə hal var. Xeyr. Təyinləri çıxdın. Bu cavab qalır da. Təyin anı? 4. Burada 4 var, getdi. Burada onsuz da çıxmışdı. Bir dəfə də çıxdım. Elə 4'ü çıxsaydınız bəs dedi. Arada bir belə yoldan da istifadə eləyin də. Sonra qaldır yuxarı. 20. 20. Getdik. Ümumi bu tərifdir. Əşyanı ümumi şəkildə bu təyin sözünü yazıb, siz rahat tutmuşsunuz ki, bu təyin əvəzlikdir. Bəzən bu təyin sözünü yazmır, yazır əşyanı ümumi şəkildə ifadə eləyən. Yox, kitab oxuyun, bala. Əvəzliyi kitabdan oxuyun. Təyin əvəzliyi istəyir. Təyin əvəzliyi tapmağa nə var? Nədən oxuyursan? Hədəfdə. Hanı o hədəf? Ver o hədəfi bura. Heç. Kitab oxuyasınız gərək başa. Oxu birinci cümləni. İndi oxu buranı. Bilirəm, oxuram. Bilmirsən də, tut bunu. Deyir ki, əşyanı ümumi şəkildə. İndi burada sizə hörmət eləyib, təyin sözünü yazıb. Siz deyin, təyin əvəzlikdir. Amma heç kitabda heç o təyin sözü əşyanı ümumi şəkildə ifadə eləyən deyəndə birinci ağlınıza, birinci yox elə yalnız ağlınıza gəlsin təyin əvəzlik. İşləyir. Təyin əvəzlik. İndi biz nə axtarırıq burada? Təyin əvəzlik. Buyurun. Buyurun. C-dir.
Hər parıldayan. Bunun üstündə hər şey, hər nə, hər kəs, hər kim olsaydı deyərdim qeyri-mənəvazlikdir. Hərə olsaydı deyərdim qeyri-mənəvazlikdir. Hərdən sözü olsaydı deyərdim zərfdir. De. Hər şey belə rahat olmur da. Bəzi uşaqlar gedir evə, evdə yemək hazır olur, qızdırıb yeyirsiniz. Bəziləriniz gedirsiniz, məcbur bişirib sonra yeyirsiniz də. Bu da belədir də. Biraz Bu şəkildə də elədim hamısına təyin var, fərqli bir şey. heç daxlı var. Hamısında necə təyin var? Məsələn, B variantında işarə əvəzliyi idi. Vəssalam. Hanı təyin əvəzlik? 24-də kimi varsa? 24. Sizdə 24. Yoxdur, səndə, Rahid. 22-dən sonra yazmamısan? Hə, səhvdir. 22-dir bu. Əvəzdən düzələn sözlərin işləndiyi cümlələri müəyyən edin. Kim biri götürüb? Biri götürmüsən? Heç nə yazmamısan? Kim götürüb? Götürmüsən? Düzün də yine. Baxın hələ. Bax, bunu səhv eləyənin günahı əvəzlikdə deyil. Bunu səhv eləyənin günahı biz hardadır? Ruslar demiş, harda aşıbqa buraxıb? Söz nədən düzəlib də? Orada özəlləşdirilib bir hərəkət. Yox, onu demirəm. Bax, bu özəlləşdirilibdir sözdür. Bir dənə də burada söz var idi. Kimsəsiz. Bu iki sözün üzərində bəzi şeylər izah edəcəm. Qulaq asın. Sizin bir xəstəliyiniz var. Bura bax ki. Siz söz nədən düzəlib deyəndə qaçırsınız, düz bunun 8 astanovka qabaqdakı kökünə baxırsınız. Baxın, məsələn. Tamam ki, məsələn, əlimizdə taxta var. Bax, bu masadır da, düzdür. Bu masanı, bu indi əvvəl nə olub? Taxta. Gəl belə başlayaq da. Bu dəqiqə bu masadır. Gördüyümüzdən başlayaq. Bu masadır da, düzdür. Bunun kökü əvvəli masadır. Bu masanı sökürük. Nə düzəldək bundan? Masada nə düzəldə bilərik? Məsələn, şkaf düzəldək. Düzdür. Hə? Hələ gözlə, səbirli ol. Şkaf düzəltdik. Biraz fərqli bir şey olsun da. Şkaf düzəltdik. 2 ildən sonra, 3 ildən sonra deyirik ki, gəl bunu şey eləyək. Bundan nə düzəldək? Bundan oturacaq düzəldək. Götürüb şkafı sökürük. Ondan oturacaq düzəldirik. İndi sizə sual verirəm. Həmin oturacağı nədən düzəltdik? Şkafdan. Çünki axırıncı məhsul olmazdan qabaq o nə idi siz onu söktünüz? Bəlkə 100 dəfə demişsiniz. 100 dəfə də deməmişəm, ondan da çox demişəm. Siz bax, qaçırsınız, özə baxırsınız. İndi baxın, özdən yaranır özəl, sifət. Özəlləmək yoxdur. Ləş leksik, dır leksik, ıl leksik. Ibdır qrammatikdir. Axırıncı leksik şəkilçi, yəni yaradan şəkilçi ıldır. Bu nəyə artırılıb? Özü artırılıb ki, siz əvəzliyi götürsünüz. Vəssalam, qutardı, yetdi. Sonra, kim, kimsə, kimsəsiz, kimsəsizlik. Lik nəyə artırılıb? Kimə artırılıb? Kimsəsiz sifətdir də. Bundan o yanası yoxdur. Bunu başa düşən, o birisini də başa düşər. Başa düşdünüz? Dəyiş bunu. Bunları çıxanda cavab qalır onsuz da. Hər bir testin bir şey var da, bir düyün hissəsi var da. Bəzən olur, o indi düzdür, belə naşlik işlədən yoxdur. O qulaq, şunurlu naşliklər vardı, bir yerdə ilişirdi. Bir dənə düyünü açan kimi hamısı açılırdı. İndi o testin də o düyün yeri oradır. Onu açandan sonra aydındır hər şey. 23, 24. 24. 23. Hansı təyin əvəzliyi istəyir, yenə təyin əvəzliyi istəyir. İkisində də təyin əvəzliyi axtarırsınız. Getdik. Bütün təyin əvəzlikdir. Sonra burada nədir? Yenə təyin əvəzliyi istəyir. C. Hər həyatda baybodalar. Tər. Bəs salam. Heç nə lazım deyildi. Bir dənə təyin əvəzliyin birinci cümləsini oxumaq lazım idi. Onu da elə. Deməli, siz təyin əvəzliyi başlamamısınız oxum. Orada da yazılır, ümumi şəkildə, burada da yazılır. Deməli, təyin əvəzliyi axtar da. Başa düşmədim. 5 dənə sualda şəxs əvəzliyi istəyə bilməz. Bu da 5 dənə sualda təyin əvəzliyi istəyir də. Qaldır. Danışmayın, sizin danışmaq haqqınız yoxdur. Bu zəvlərdən sonra danışmaq haqqınız yoxdur. Nə ara getsən? Burada səhv qaldı. Uşaqlar, qaldı bu əvəzliyin özdə. Gedin vergülə. Vergül çətindir. Onda bunları ayıraq.